İkili vaxtı bir dəfə zəng vurdum, qayıtdım, dedim ki, hardasan, hara gəlim? Dedi, başın xarab olub, özüvə gəlir, bir ildə ayrılmışıq. Hər içəndə yadıma düşürdü. Dəli olurdum. Bizən nə qədər adam var, içiri yadıma düşür. Kişilər ağlaya bilməyəndə ancaq oturur, dərs çəkir. Ona görə kişilərin çoxsu cavan yaşda dünyadan gedir. Ayət Hidayətoğlu'nun bir dənə sonuncu şeiri var məndə. Onu ona görə sona saxlamışam ki, mənim gözümdə o şeir bəlkə də Azərbaycan tarixinin ən gözəl şeirlərindən biridir. Deyir ki, ilk baxışda xoşbəxtlik bilirdim amma məhəbbət sən demə, özləmək imiş. Dikilib yollara hər axşam səhər gəlməyən birini gözləmək imiş. Bir gözəl yarı sev, set toxunmadan. Bir gözəl yarı sev, set toxunmadan. Yanından sadəcə keç toxunmadan. Məhəbbət baxaraq heç toxunmadan uzaqdan uzağa izləmək imiş. Saf sevgi mənim də qəlbimə deyib, saf sevgi mənim də qəlbimə deyib, ruhumu ucaldıb, qəddimi əyib, məhəbbət ağızda xoşbəxtəm deyib, sinədə həsrəti gizləməkmiş. Çoxları yaşayıb bilmirəm deyib, kimisi səsləyib gəlmirəm deyib, məhəbbət dodaqda sevmirəm deyib, ürəkdə səssizcə səsləməkmiş. O qədər olub ki, dildə demişik sevmirəm. Boş ver.